Bismillah, elhamdülillah, ve salatu ve selamu etemmanil ekmalani ala khayril halqillah ve ala alihi ve sahbihi ve men valah. Rabbi şrahli sadri ve yessirli emri ve ahlul uqdeten min lisani yefkahu kavli. Allahümme la sehle illa ma cealtehu sehla ve ente tec'alel hazne idâ şi'te sehla. Əsəlullahi l-ixlas və l-qabul və bə'd. Deməli, əziz dinləyicilər, keçən dəfə biz sizlə səhv eləmirəmsə xufta qaldıq və onu deyəsən qutardıq. İki ilə mühüm məsələ var, o iki məsələni inşallah xatırladım sizə. Əl-cəbira, sarıqlar ki var, sınıqların və yaxud xəstə əzaların üzərinə bağlanan sarıqlar, onların dedik ki, necə götürdük dərslərdə, vaxt həddi yoxdur, taharət halında geymə şərti yoxdur. Bir də sürtəndə də xof şəklində sürtülmür. Tamamilə sürtülür həmin o sarığın üzəri. Aydındır? Bu şey yaddan çıxartmayın. İndi keçək faslun babul ğusul. Qardaşımız Fərhat oxusun. Buyur. Bismillah, elhamdülillah, vəhdəhu və salatu və selamu alə mən la nəbiyyə bə'də. Qusul. Quslu vacib edən hallar. 1. Yuxuda və ya oyaq halda məninin, yəni spermanın ifraz olunması. Belə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir, məni ifraz olduqda qüsl alınmalıdır. Tərcüməçi qeyd edir ki, hədisin ərəbcəsində deyilir, İnnəməl mə'u minəl mə'. Onun hərfi tərcüməsi isə belədir, su suya görədir. Mətində isə biz hədisi mənasına görə tərcümə etmişik. Hədisdə ilk deyilən su, qüsl alınan su, ikinci su isə mənidir. Yəni, məni ifraz olunduqda qüsl almaq lazımdır. Hədis səhihdir, muxtəsər səhih Muslim, Muslim Əbu Davud. Ummu Sələmə radiyallahu anhə, Ummu Süleymin Peyğəmbərə sallallahu aleyhi və səlləm belə dediyini rəvayət edir. Ey Allahın elçisi, Allah haqqı axtarana utanmağı əmr etmir. Qadın polüsiya, yəni yuxuda şəhvət hissi keçirərək məni ifraz etmək halında qüsl almalıdırmı? Peyğəmbər dedi, bəli, əgər mənini, yəni əsər əlamətini görübsə, qüsl etməlidir. Buxari, Muslim, Tirmizi. Yaxşı, qüsl babı. Bizim Səhih fiqh-i sünnədə müəllif bu babı tamam başqa görə açıq. Deyir ki, ta'rifuhu, onun tərifi və bundan olan murad nədir? Və deyir ki, el-muradu bil-ğusl fi'l iqtisal. Qusuldan nəzərdə tutulan murad bir insanın başdan ağa yuyulmasıdır. Bu lüğəti mənasıdır. Və yaxud da ki, suyun bütün bədənə axıdılması. İslah mənası isə şər'an ifadatul ma'at tahur ala cemi'il bədən. İslah mənası təmizləyici olan suyu bütün bədənə axıtmaq ala vəchin məxsus, məxsus olan bir keyfiyyətdə. Deyir ki, mucibətul ğusl, ğusl vacib edən şeylər. Bu deməli hansı kitabdır? Bizim ikinci kitabımız Səhih fiqh-i sünnə, Əbu Malik. Gör nə deyir? وَهِيَ الْأُمُورُ الَّتِي تُوجِبُ الْغُسْلَ عَلَى صِفَةِ الشَّرْعِيَّةِ الَّتِي تَأْتِي فِيمَا بَعْدِ. Müəyyən bir halda quslu vacib eləyən amillərlə misal getirir. خُرُوجُ الْمَنِي عَلَى وَجْهِ الصِّحَّةِ فِي الْيَقَظَةِ أَوْ نَوْمِ. Gətirir ki, birinci, məninin, yəni spermanın insanın ifraz olunması sağlam olan insandan söhbət gedir. Qeyd edir bu da. عَلَى وَجْهِ الصِّحَّةِ İstərsə yuxuda ikən, istərsə də ayıq ikən. Keçirik birbaşa 3-cü kitaba, Mənhəc-i Salikin li Şeyx Allamət Abdurrahman Sa'di. Deyir ki, وَيَجِبُ الْغُسْلِ مِنَ الْجَنَابَةِ. Deyir ki, quslu vacib edən şeylərdən də biri cənabət halı. Və deyir, əlif, İnzəl məni bivat'in əv qeyri. Deyir, məninin ifraz olması, istər əlaqə ilə, istər hər hansı bir yol ilə. Burada Şeyx Süleyman Ruhayli kitabın şərhində deyir ki, məninin ifraz olunması quslu vacib edir. Yəni, insana çinmək vacib edir. Onun iki yolu var. Məşru' yolu, o şey ki, insanın özündə, təbiətində olur, yatarkən ihtilam halı, polüs edirlər ona, aydındır. Və yaxud da ki, evli insanın halal zövcəsi ilə əlaqəsi və yaxud da ki, bir insanın mübaşirə anında, mülaibə anında, həyat yoldaşı ilə cinsi əlaqəyə girmədən yaxınlaşdığı zaman, əgər sperma çıxarsa şəhvət məqsədi ilə, o zaman. Onun məşru olan, caiz olan yolları.
Caiz olmayan yolları haramdır, şək yoxdur. Caiz olmayan yolları haramdır. Məqsəd burada müəllifin bunların hamısı quslu vacib edir. Madəmsə çıxdı. Yalnız hansı sonra getirir bəndi əv biltiqal xitanin. Quslu vacib edən şeylərdən də biri iki xitanın birləşməsi, yaxınlaşması. Onun da təfsilatı bizim vəcih kitabına gələcək. Çünki əziz qardaşlar, ulema, fuqaha məninin insandan ifrazının sağlam bir şəkildə çıxmasını və orada qeyd edirlər ki, mütlə ən yekun xuruc biddəfqi və şəhvə. Mütlə məninin çıxması təzik və şəhvət olmalıdır. Bu iki dənə şey mütlə olmalıdır ki, o cürə ifraz quslu vacib edir. Əks halı vacib eləmir. İstərsən də de, kəmə qalə şeyxuna Süleyman, ən yəxrucəl məniyyu biddəfqi və ləzzə. Fuqaha iki cürə bunu istifadə edir. Məni təzik və ləzzət ilə çıxarsa. İkisi də eyni mənə gəlir. Ləzzət və şəhvət. Əgər bu cürə çıxmırsa məni çıxmırsa, quslu vacib etmir. Misal üçün, biri şid zarafat edəndir, möhkəm bir yumruqla yoldaşının kürəyinə vurur. Və o insan da zədələnir və sonradan ondan təbii olmadan sperma axıb gəlir. Əməli başda sperma gibi gəlməz, yox, sperma axıb gəlir. Heç bir şəhvət hissi keçirmədən, heç bir təzyiq olmadan axır gəlir. Deyirik ki, nədir? Boynunda quslu yoxdur. Çünki ulema fuqaha şərt qoyulur və buna da ittifak edirlər bu şərtə. Ən yekunu xurucul məni biddəfqi və ləzzə əv inşit qult ən yəxrucul məniyu biddəfqi və şəhvə. Mütlə şəhvət və təzyiqlə çıxmalıdır. Həmin insana deyirik ki, sənin dəstəmazın pozuldu. Kim deyə bilər? Ne üçün dəstəmazı pozuldu? Çünki iki səbiləyindən, məxrəc yerindən nəsə çıxdı. Ona görə dəstəmaz pozuldu. Aydındır? Və nə deyirik həmin insana? Öz cinsel orqanını yuyur və dəstəmaz alır. Başqa misal. İnsan, misal üçün, xəstədir, rastlatlarından problemi var və özünə asılı olmadan ayıq ikən şərtdir. Ayıq ikən özündən spermanın ifraz olmasını görür. Şəhvətsiz, heç bir ləzzətsiz. Və axıb gəlir spermanın özü. Nə məzi, nə vədi, nə sperma. Deyir ki, həmin insanda cünub deyil. Çünki ulema fuqaha şərt qoydular ki, mütlə təzik, şəhvət, istərsən də dinən, təzik və ləzzətlə çıxmalıdır. Yaxşı, misal, adam yatır və qalxanda görür ki, cünub olub. Paltarında məni var. Ancaq cünub olması yadına gəlmir. Xatırlamır. Ləzzət və şəhvəti də hiss eləməyib yuxuda. Deyir ki, həmin insan cünubdur, qusl alsın. Çünki hərdən yuxu elə bir dərəcə həddə çatır ki, artıq insan dünya ilə tamamilə əlaqəsini kəsir və heç nə hiss eləmir. Və yuxu ondan biraz aşağı dərəcədə olanda insan məninin ifrazını hətta yuxuda hiss edib və yuxudan oyana bilir həmin anda və təzədən yuxuya gedir. Aydındır? Ona görə ulema fuqaha deyir ki, yuxuda ikən spermanın bu şərtlərlə çıxması şərt deyil. Çünki insan öz halında olmur və bilmir. Ayıq ikən isə bu şərtlər şərtdir. Mütlə insan görməlidir ki, bu şəhvətlə ya da əks ifraz olundusa. Oxu. Ayıq olan müddətdə məninin şəhvətlə çıxması şərtdir. Yuxuda isə bu şərt deyil. Belə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir. Mənini təzyiqlə ifraz etmisənsə qusl et. Əks halda isə qusl etmə. Hədisin sənədi Həsən Səhihdir, Əl-İrva Əhməd. Elhamdülillah. Bu da dəlilimiz, dediyimiz şeyə. Aydındır. Sonra? Şəvkani deyir. Şəvkani müəllif dedikdə Məcid İbn Teymiyyəni nəzərdə tutur. Bu alim məşhur İbn Teymiyyə deyil, başqasıdır. Hədisdəki əl-həz sözünün mənası təzyiq deməkdir. Məninin təzyiqlə çıxması isə yalnız şəhvətlə mümkündür. Ona görə kitabın müəllifi demişdir. Hədisdə işarə olunur ki, şəhvətsiz, yəni xəstəlik, soyuq dəymə kimi səbəblərdən çıxan məniyə görə qusl almaq vacib deyil. Kim polüsiya olub, oyandıqda məninin əsər əlamətini görməyibsə, ona qusl vacib deyil. Tərsinə də olur. İnsan yuxuda, çox üzr istəyirəm, cinsi əlaqə görür. Yuxunun özündə, xəyalında yox, fikrində yox. Doğrudan da yuxunun özündə görür və o əlaqədə ikən cünub olmasını görür. Yuxuda ikən.
Aydındır. Və bu həmçinin qadınlarda da olur. Yuxuda görür. Və həmçinin yuxuda görür, misal üçün cünub olub və bütün paltarı mənniyə bulaşıb. Qalxanda yuxudan axtarır və heç nə tapmır. Deyir ki, həmin insana sən cünub deyilsən. Həmin insan deyir ki, sən cünub deyilsən. Aydındır. Şeytan onu sadəcə olaraq vəsvəsə və şübhə ilə doluyur. Yuxarıda oxuduğum Şavkan Rəhməlullah Neylül Əvtar əftarda qeyd etmişdir. Kim polisiya olub, oyandıqda mənninin əsər əlamətini görməyibsə, ona qüsul vacib deyil. Əgər oyanandan sonra mənninin əsər əlamətini görərsə, amma polisiya olduğu yadına gəlməsə, o zaman qüsul alması vacibdir. Ayşə radiyallahu anhə deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə bir sual ilə soruşuldu. Əgər bir nəfər yuxudan oyandıqdan sonra paltarında nəmlik hiss edir, amma polisiya olduğu yadına gəlmirsə, nə etməlidir? Peyğəmbər sallallahu aleyhi və səlləm dedi, qüsl etməlidir. Açıq dəlildir. Harada gəlib? Əbu Davud Tirmizi. Hədis səhihdir. Qeyd edilib səndə? Hədis səhihdir. Davam elə. Sualın davamında deyilir, əgər bir nəfər yuxuda polisiya olduğunu xatırlayır, amma oyandıqdan sonra paltarında nəmlik hiss etmirsə, nə etməlidir? Peyğəmbər sallallahu aleyhi və səlləm dedi, ona qüsl almaq lazım deyil. Hədis səhihdir. Səhih Sunan Əbu Davud, Tirmizi, Əbu Davud. Elhamdülillah. 2. Məni ifraz olmayan cinsi yaxınlıq. Əbu Hüreyrə radiyallahu anhu Peyğəmbərin sallallahu aleyhi və səlləm belə dediyini rəvayət edir. Əgər qadının 4 əzası qarşısında oturub yaxınlığa cəhd edərsə, məni ifraz olunmasa da artıq qüsl vacib olur. Qardaşlar, burada bəzi incəliklər var. Bütün təfsilatı ilə gələn dərsimizdə gələcək inşallah. Sadəcə olaraq, madəm ki bu kitabda gətirib, mütləq bunu şərh eləməliyəm. Ne üçün İslam dini bu qədər incəliklərlə bu məsələyə baxış edir? Niyə lazımdır bu qədər insanın həya etdiyi və çəkindiyi məsələləri ən incə nöqtələrinə kimi araşdırmaq? Məqsəd burada insanın həyatı həll olunur. Namaz mı qılım, qüsul mu alım? Vaxt da çıxır. Namaz mı qılım, qüsul mu alım, yoxsa dəstəmaz mı alım? Vaxt çıxır. Misal üçün, aydındır. Ona görə əvvəllər cimada ifraz etməyən evlilər sadəcə olaraq yunardılar, cinsi orqanlarını yuyardılar və dəstəmaz alardılar və bu hökm mənsuxdur. Baxma ki, Səhih Buxari Müslimdə gəlib. Hansı hökmlə bu hədislə nəsx olundu? Bu hədis axırıncı hökmdür. İndi isə ta qiyamət saatına kimi bu hədis gələndən sonra cima əlaqəsi zamanı, cinsi əlaqə zamanı 2 xitan sünnət olunan yerə deyilir. Kişinin xitan olunan yeri məlumdur, qadının da xitan olan yeri məlumdur, keçən dərslərdə götürdük. 2 xitan, iltiqa, yaxınlaşarsa bir-birinə, burada yaxınlaşma da ulema qeyd edir. Mütləq, fəizə qabətil həşfu zəkər. Ulema deyir ki, mütləq kişinin cinsi orqanın həşfəsi, yəni qapaq hissəsi, yəni itməlidir. Yəni fərcin içinə daxil olmalıdır. Hələ ki, itdi, artıq qüsul vacib olur, hətta hər iki tərəf ifraz eləməsə. Aydındır. Çünki bəzilər soruşur. Bəzilər soruşur və həya ilə soruşur. Deyir ki, mən əlaqəyə girmədim, yaxın idik, ancaq daxil də olmadım, ancaq toxunurdu bir-birimizə və üzərimizdə paltar yox idi. Və hətta çox dəqiqliklə sual verirlər ki, zəkər ola bilsin ki, fərcə toxundu. Deyir ki, səhih odur ki, doğrusu Allah bilir, onun yəni quslu vacib elən həddi, zəkərin həşfəsi, yəni cinsi orqanın qapaq hissəsi itməlidir. Yəni artıq fərcin içinə daxil olmalıdır, görürsənməməlidir. Hələ ki qapaq hissəsi, zəkərin qapaq hissəsi fərcin içinə daxil oldu, artıq qusul vacib oldu. Hətta hər iki tərəf heç ifraz eləməsə, hətta bütün cimə boyu. Səhih budur. Aydındır. Yuxarıdakı hədis səhihdir, müxtəsər Səhih Müslim və Müslim. 3-cü. İslamı qəbul edən kafir. Qeys ibn Asim radiyallahu anhu deyir ki, o İslamı qəbul etdikdə Peyğəmbər sallallahu aleyhi və səlləm onun su və sidirlə qüsl almasını əmr etdi. Hədis səhihdir. Əl-İrva, Nəsai, Tirmizi, Əbu Davud. Bütün təfsilatı ilə gələn dərslərdə dinləyin bunların şərhlərini inşallah. Davam edək. 4-cü hal. Heyz, yəni aybaşı və nifasın, doğuşdan sonra qanaxmanın bitməsi. Ayşə radiyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Fatimə ibn Əbu Hubeyşə belə demişdir. Heyz başladıqda namazı tərk et. Qurtardıqdan sonra qüsl al və namazını qıl. Buxari, Müslim, Əbu Davud, Tirmizi və Nəsai. Buxaridən başqa hamısının rəvayətində üzərində olan qanı yu sözləri keçir. Alimlərin icmasına, yəni yekdil rəyinə əsasən nifas, heyz ilə eyni hökmdədir. Yəni qusul. Aydındır. Quslun rukunları.
Birinci, niyyət. Sonra nəsə qaldı? Cümə. Yoxdur. 5 var burada. Görünür tərcüməçi bunu tərcümə eləməyib. Çünki məqsəd burada bu ən ixtilaflı olan məsələlərdəndir. Hər iki tərəfin dəlilləri kifayət qədər güclüdür və ixtilaf sabit əhl-i sünnədə. Ona görə bu səbəblə sən desən yoxdur orada tərcümədə. Bizim tərcüməçimiz, əziz qardaşımız bunu gətirməyib. 5-ci, Yevmul Cümə, cümə quslu. Vaciz kitabının sahibi cümə quslunu vacib görənlərdəndir. Bu əlimizdə olan kitab, yaşlı kitabın sahibi cümə quslunu vacib görənlərdəndir. Ona görə bu babda cümə quslunu da gətirir. Dəlil də Gusul cüm'ati vacib alə kulli muhtalim. Cümə quslu hər biri həddi buluq həddinə çatan insan üçün vacib olur. Dəlildir. Hədis Səhih Buxari və Müslimdə gəlib. Onun haqqında bütün təfsilat fikri olaraq gələn dərslərdə gələcək. Ərkanlara keçək. Quslun rükunləri birincisi, niyyət. Dəlil isə bu hədisidir. Həqiqətən əməllər niyyətlərə görədir. Buxari, Müslim, Əbu Davud, Tirmizi, İbn Məcə, Nəsai. Niyyət nə qədər mühümdür. Niyyət ilə biz ibadətləri adətlərindən seçə bilirik. Misal üçün, hər hansı bir insanı su vadisində və göldə çimməsini görürük. Onun bu çimməsini cənabət quslu olması mı, bayram quslu olması mı, cümə quslu olması mı, yoxsa da ki, sadəcə hava gözəldir, istidir və insanın yaxalanması mı, onun yalnız niyyəti ilə bilmək olur. Ona görə niyyət İslamda aydındır, çox mühüm bir amildir. Niyyət ilə ibadətlər adətlərdən seçilir. Misal üçün, adam duşun altına girib bir saat çimir. Keçən dərslərdə misal gətirdik. Və niyyətində cənabəti qaldırmaq deyil. Dedik ki, bu insanın quslu yoxdur, hətta bir saat çimsə belə. Və adam 3 litr suyla bütün bədəni yuyur, cənabət halını qaldırmaq niyyəti ilə. Dedik ki, ikinci adamın cənabət quslu var. Artıq namaza girə bilərsin. Aydındır. Davam edək. İkinci rukun, bədənin hər hissəsinə su vurmaq. Tərcüməçi qeyd edir ki, buna vacib qusul deyirlər. Yəni, ağız və burun daxil olmaqla bədənin hər hissəsinə su dəyməlidir. Quslun müstəhəb qaydası. Buna müstəhəb qusul deyirlər tərcüməçilə. Ayşə radiyallahu anhə deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm cənabət quslu edərkən birinci əllərini yuyar, sonra sağ əli ilə sol əlinə su tökərək övrəti yerinə yuyar, sonra namaz üçün etdiyi dəstəmaza edər, sonra su götürüb barmaqları ilə suyu saçlarının dibinə çatdırar, saçlarının dibi islandıqdan sonra başına 3 dəfə, sonra bədəninin qalan hissələrinə su tökər, axırda isə ayaqlarını yuyardı. Buxari, Müslim. Deməli, Peyğəmbər sallallahu aleyhi ve səlləmin qusul keyfiyyəti bir neçə yollarla bizə gəlib, sabit yollarla. Bu da məşhur rivayətlərdən də biridir. Gələn dərslərdə onun təfsilatı da gələcək. Niyə Allah Resulü sallallahu aleyhi ve selləm ayaqları yumağa axıra saxlayır? Hətta başqa rivayətdə açıq şəkildə göstərir ki, bədəni tamamilə yuyur və sonra yerini dəyişir və ayaqlarını yuyub çıxır. Ayaqları dəstəmazı qutaranda yumurdu. Bədən tamamilə yuyulub qutarandan sonra həmin çimdiyi yerdən yerini dəyişir və sonra ayaqlarını yuyub çıxır. Əziz ulema dedi ki, çünki o yer artıq toz torpağa bulaşmışdı, aydındır və ayaqlar ən axırda bu səbəblə yuyulur və bütün təfsilatı da gələcək. Fayda. Cənabət quslu edərkən qadının saçlarını açması vacib deyildir. Amma heyzdən təmizlənəndə isə saçını açması vacibdir. Ümmü Sələmə radiyallahu anhə Peyğəmbərə sallallahu aleyhi və səlləm saçı açmaq söhbət gedir hörükdən. Qadınlar bəzən hörüklər eləyirlər saçlarını, aydındır. Cənabət quslunda hörüklər açmaq lazım deyil. Sadəcə nə edir? Suyu saçın dibinə çatdırır barmaqları ilə, aydındır. Hörüyün də üzərinə sadəcə su tökür, açmadan, aydındır. Heyzdə isə ixtilaflıdır və kitabın sahibi hansı görüşü götürür? Heyzdə onun açılıb yulması görüşünü götürür və təfsilatı gələcək. Ümmü Sələmə radiyallahu anhə Peyğəmbərə sallallahu aleyhi və səlləm belə dediyini rəvayət edir. Ey Allahın elçisi, mən saçlarımı hörürəm. Cənabət quslu edəndə hörüklərimi açımmı? Peyğəmbər sallallahu aleyhi və səlləm dedi, xeyr, başına 3 dəfə, sonra bədəninin qalan hissəsinə su töküb təmizlənməyin kifayətdir. Hədis səhihdir, Əl-İrva, Müslim, Əbu Davud, Nəsai, Tirmizi, İbn Məcə. Ayşə radiyallahu anhə deyir ki, Əsma Peyğəmbərdən sallallahu aleyhi və səlləm heyz quslu haqqında soruşdu və cavab belə oldu. Heyzdən təmizlənmək istəyən qadın su və sidr götürüb yaxşıca təmizlənir. Bu təmizlik haqqında alimlərin 2 rəyi mövcuddur.
Birinci rəyə görə bu təmizlik nəcisdən və bədənə dəymiş qandan olmalıdır. İkinci rəyə görə isə bu təmizlik dəstəmaz mənasındadır. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm digər hədislərdə quslun qaydasını bəyan edəndə ilk təmizliyini dəstəmaz etmişdir. Daha doğrusunu Allah bilir, lakin ikinci hal həqiqətə daha uyğundur. Yəni bu təmizlik dəstəmaz anlamındadır. Tərcüməçidən. Bəli. Su və sidr götürüb yaxşıca təmizlənir. Sonra başına su töküb, saçlarının dibinə çatana qədər bərk ovxalayır və sonra bədəninin qalan hissəsinə su töküb təmizlənir. Burada da fayda var qardaşlar. Bəziləri az qalıb yarım tona yaxın su istifadə edir. Ehtiyac yoxdur. Barmaqların ucları ilə yaş, saçın dibini ovxalamaq, su çatandan sonra ovuc, 3 ovucla kifayət olunur ki, baş tamamilə yuyulsun. Daha sonra ətirli bir əski ilə təmizlənir. Əsmə dedi, əski ilə necə təmizlənir? Peyğəmbər sallallahu aleyhi və səlləm təəccüblə dedi, Subhanallah, təmizlənsin də. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin yüksək əxlaqını və nə qədər həyalı olmasını göstərir. Onun həyası haqqında çoxlu hədislər var. Bu hədisin davamında, eyni mətinlə başqa rivayətdə gəlir ki, dedi Subhanallah və əlini üzünə tutdu. Sanki utandı Allah Rasulü sallallahu. Aydındır. Sonra Ayşə anamız məsələyə aydınlıq gətirir. Ayşə radiyallahu anhə deyir, mən Əsmanın bilməməzliyini gördükdə dedim ki, əski ilə qan dayan yerləri təmizləyir. Sonra cənabət quslu haqqında Peyğəmbərdən sallallahu aleyhi və səlləm soruşdu və cavab belə oldu. Su götürüb yaxşı təmizlənir, sonra başına su töküb, saçlarının dibinə çatana qədər ovxalayır, sonra bədəninin qalan hissəsinə su tökür. Hədis səhihdir, müxtəsər səhih Muslim. Həmin bu hədisin şərhində, yuxarıdakı hədisin, Heyz hədisinin şərhində gəlir ki, müşkdən istifadə edir, müşkdən, ona misk deyirlər və əskə sürtür və şəhuzüzdən fərcin ətrafını, hətta içini misk ilə təmizləyir. Niyə görə? Çünki məlumdur ki, nifasda və heyzdə üfunətli iyilər olur o qanlarda və o misklə təmizlənir. Allah Rasulü sallallahu bunu məlumatı haqq olduğuna görə boynunda ona təfsilatına çatdırmaq istəyirdi, ancaq həyası ona haradasa mane olurdu. Və dedi Subhanallah, yəni sanki demək istəyir ki, ey qadınlar, məyər siz özünüz düşünmürsünüzmü, dərk eləmirsünüzmü, söhbət nədən gedir? Əski ilə birbaşa fərcin içərisinə müşk ilə və onun ətrafını sürtmək yaxşıdır. Buyur. Bu hədis qadının heyzdən təmizlənməsi üçün qusl alması ilə cənabətdən qusl alması arasında açıq-aşkar fərq olduğunu göstərir. Belə ki, heyzdən təmizlənən qadına başını bərk ovxalamaq və həddindən artıq təmizlənmək əmr olunmuşdur. Amma cənabət quslunda isə belə təmizlənmə əmr olunmamışdır. Həmçinin Ummu Sələmənin hədisi cənabət quslu alan qadının hörüklərini açmasının vacib olmadığını göstərir. İbn Qayyimin Təhsib Sunən Əbu Davud kitabı məlumat müxtəsər verilmişdir. Əslində qadın saçının dibinə su çatdırmaq üçün saç hörüklərini açmalıdır. Lakin cənabət quslu tez-tez təkrarlandığından və hər dəfə hörükləri açmağın məşəqqətli olmasından dolayı hörükləri açmadan cənabət quslu etmək rüsxət edilmişdir. Heyz quslu isə ayda bir dəfə olduğundan bu rüxsət ona aid edilməmişdir. Yəni İbn Qayyimin Təhsib Sunən Əbu Davud kitabı müxtəsər verilmişdir. İkinci fayda. Ərlə arvad birlikdə, eyni yerdə çimə və bir-birlərinin övrətini görə bilərlər. Ayşə radiyallahu anhə deyir ki, mən və Peyğəmbər sallallahu aleyhi və səlləm cənabətli olduğumuz halda bir qabdan qüsl alırdıq. Buxari, Muslim, Nəsai. Allah subhanət hələ zövcələri bir-birlərinə halal edib. Hətta məlumdur ki, Əbu Bakır Sıddiq radiyallahu arda öləndə vəsiyyət etdi ki, məni yalnız həyat yoldaşım yursun. Nə övladlarına, nə də qızlarına yox, ən yaxınlarına da yox, məhz öz həyat yoldaşı ona yumasını. Bu da Əbu Bakırın həyasını göstərir. Çünki onun bədənini, vücudunu çılpaq görən yalnız onun zövcəsi olub. Ondan başqa heç kim olmuyor. Bu səbəblə yalnız onun cənazəsinin zövcəsi tərəfindən yulmasını vəsiyyətləmişdir. Burada çoxlu faydalar var mövzudan çıxmamaq üçün. Qadının öz ərinin yulmasının caiz olması məsələsi və s. təfsilat ilə gələcək. Məsələyə biraz da təfsilat verək. Və səhi odur ki, kişi öz zövcəsinin, zövcəsi də öz ərinin övratını görəndə heç bir günaha girmirlər. Heç bir qəbahət yoxdur bu əməldə. Sufilərin dediyinin əleyhinə və zid olaraq. Onlar da uydurulma olan hədislərə isnad edirlər. Və həddindən artıq isnadı zəif olan hədislərə isnad edirlər. Zəif olan hədislər sırasında mə ra'a minni və mə ra'aytu minhu kimi hədislərlə nə o məndə gördü, nə də mən onu gördüm
kimi hədislər və s. Bunların heç birinin əsli yoxdur. Buyurun. Hansı hallarda qusl almaq bəyənilir? Birinci, hər cinsi yaxınlıqdan sonra. Əbu Rafi radiyallahu anhu deyir ki, fikir verin, müstəhəbbətlər gəldi. Hansı halda qusl almaq müstəhəbdir? Ancaq sanki fəsillə gətirilən cümlə arasında fərq var. Hiss edəcəksiniz. Birinci, hər cinsi yaxınlıqdan sonra. Əbu Rafi radiyallahu anhu deyir ki, bir gecə Peyğəmbər sallallahu aleyhi və səlləm bütün zövcələrinin yanına daxil oldu və hər birinin yanında da qusl aldı. Mən Peyğəmbərə sallallahu aleyhi və səlləm dedim, ey Allahın elçisi, məyər bir dəfə qusl alsan olmaz? O dedi, bu daha yaxşı, daha xoş və daha təmizdir. Hədis həsəndir, Səhih Sünən İbn Məcə, Əbu Davud İbn Məcə. Keçən dərsdə bunu götürdük və bu müstəhəbdir. Həmçinin tək zövcəsi olan insana da aiddir. Əgər o əlaqəni təzədən təkrar etmək istəyirsə, qusl alıb təzədən gəlsə, müstəhəbdir. Dəstəmaz alıb təzədən gəlsə, müstəhəbdir, aydındır. Və bütün təfsilatı ilə gələcək. Əgər yorğundursa, aydındır və kimə bilmirsə, qusl almaq istəmirsə, sadəcə olaraq öz cinsi orqanlarını yuyur, dəstəmaz alıb yata bilər. Və bu haqda gələcək bütün təfsilatı ilə. İkinci, istihazə olanda tərcüməçi qeyd edir ki, heyz və nifas qanından əlavə qeyri-adəti günlərdə gələn qan istihazə qanı adlanır. İstihazə girməmişdən qabaq, bundan öncə götürdüyümüz hədisin şərhinə baxaq. Allah Resulü s.ə.v deyir ki, Ələ təcəluhu vahidən, qalə hədə əzkə və atyəb və athar. Deyir, mən bir dəfə eləsən kifayət olmazdı mı? Deyir, bu daha təmizdir, daha gözəldir və daha nə? Xoşdur və yaxşıdır. Çünki Allah Resulü sallallahu aleyhi ve selləm ən xırda müstəhabları belə eləyən və ibadətləri ən kamil şəkildə əda edən qüdvə və ən gözəl bəşərdir. Aleyhissalatu vesselam. Və həmçinin gələcək bütün təfsilatı ilə Allah Resulü sallallahu aleyhi ve selləm bir qusulla kifayətlənib və aydındır və zövcələrini tavaf eləmişdir bir qusulla. Necə ki, bu hədisdə göstərir onun əksini, hər dəfə zövcələrin yanına gedəndə qusul almasını göstərir. Bu da imkana görə özünü göstərir. Söhbət zərurətlə getmir. Söhbət daha təmiz, daha xoşdur. Necə hədisdə gəlir. Əgər imkan varsa belə eləmək olar. Allah xüsus Mədinədə yaşadıq, Allah müvəffəq elədi. Orada bu imkan var. Hava o qədər istidir ki, insan 15 dəfədə kimsə heç bir zən yoxdur. Bizim ölkələrdə bunu tətbiq eləmək demək olar ki, mümkün deyil. Allah xüsus qış ayında. Aydındır, insan misal üçün, əgər bir gecədə 2 zövcəsinin yanına getməli olsa və 3 və 4 zövcəsinin yanına getməli olsa, deyir ki, qətiyə məsləhət görülmür ona, çimib getmək. Allah xüsus qış ayında. Aydındır, deyir ki, neynə? İkinci sünnəti tətbiq elə, hər ikisi sünnəti, hər ikisi səhiy ona gəlib. Zəkərli yu, dəstəmaz al və sonra get ikinci zövcənin yanına. Əgər bir gecədə hamısının arasını cəm eləmək istəyirsən. Aydındır, çünki insan kimsə mustahabı gətirməklə özünü həlak edə bilər və şəriətin də məqsədi başqa idi. İstihazə olanda hər namaz üçün, yaxud zöhr və əsr namazları üçün bir, məğrib və işə namazları üçün bir, sübh namazı üçün isə bir qusl almaq. İstihazə əhkamları keçmiş dərslərimdə gəlib, heyzdən sonra qadında axıntı olur, heyz müddəti qutarılır. Misal üçün, kiminsə heyz müddəti 6 gündür, kiminsə heyz müddəti cəm-cümlətanı 4, kiminsə də 5-dir. Qadınların heyzləri öz əhvallarına görə, öz ürflərinə görə, hər kəs öz hesabını bilir. Və bu adətən doğuşdan sonra dəyişir sayı. Heyz müddəti qutarandan sonra yenə axıntı gəlir, iyi və keyfiyyəti tamamilə müxtəlif olan, rəngi müxtəlif olan başqa bir qandır. Heyzdən birbaşa sonra gəlir, aydındır, həmin ona mustahada deyirlər. Həmin istihada qanı quslu vacib eləmir. Quslu sünnət-i müstəhəb eləyir sadəcə olaraq. Müstəhəb eləyir, əgər imkanı varsa, aydındır namazların arasını birləşdirməklə bir qusulla 2 namazı, aydındır, yəni namazların arasını yaxınlaşdırır bir-birinə. Bu sadəcə müstəhəb eləyir. Və sadəcə olaraq nədir? Qadının orqanı təmizlənməsi və dəstəmaz alması, namaza girməsi kifayət edir. İstihada halı insanda, qadında bir tər hökmündədir, qan hökmündə deyil, fünətli mırdar qan hökmündə deyil və tər hökmündədir. Və həmin qadın sadəcə olaraq dəstəmaz ala bilər və hətta uləmə ixtilaf edib cima əlaqəyə girə bilər. Çünki heyzdən qutarıbsa avtomatik o təmiz sayılır. Və vacib olan nədir? Heyz qutaran kimi birbaşa quslu alması. İstihazə halında aydında hətta namazlara girə bilsin. Davam elə. Ayşə radiyallahu anhə deyir ki, Peyğəmbərin sallallahu aleyhi və səlləm vaxtında Ummu Həbibə istihazə olmuşdu və Peyğəmbər sallallahu aleyhi və səlləm ona hər namaz üçün qusl almasını əmr etmişdir. Hədis səhihdir, Səhih Sünən Əbu Davud. Fikir verir bizim müəllif, əziz şeyx
Abdülazim Bədəvi bunu müstahablar babına gətirib və doğrudan da müvəffəq seçim edib. Çünki əksər fuqaha bunu müstahab babında gətirir. Məhz istihaza quslunun müstahab olmasını. Aydındır. Davam edək. Ayşənin radiyallahu anhə digər rəvayətində isə deyilir. Peyğəmbərin sallallahu aleyhi və səlləm vaxtında bir nəfər qadın istihac olmuşdu. Ona zöhr namazı gecikdirib və əsr namazını vaxtından əvvələ çəkib bir qusl ilə ikisini qılmaq, məğrib namazını gecikdirib və işa namazını vaxtından əvvələ çəkib bir qusl ilə ikisini qılmaq, həmçinin sübh namazını bir qusl ilə qılmaq əmr olunmuşdur. Hədis səhihdir, Səhih Sunan Əbu Davud, Nəsai. Əmr olmuşdu və biz də deyirik müstahabdır. Bunun arasında cəm edək. Başqa hədislərdə bu işin müstahab olmasını göstərir. Təfsilatı ilə gəlin dərsdə gələcək həmin hədislər. Aydındır. Üçüncü hal, huşunu itirdikdən sonra özünə gələndə. Ayşə radiyallahu anhə deyir ki, Peyğəmbərin sallallahu aleyhi və səlləm xəstəliyi ağırlaşdıqda o dedi, cəmaat namaz qıldı mı? Biz dedi, xeyr, ey Allahın elçisi, onlar səni gözləyirlər. O dedi, mənim üçün bir qabda su hazırlayın. Ayşə radiyallahu anhə deyir, biz onun dediyini etdik və o həmin su ilə çimdi. Sonra getmək istədikdə huşunu itirdi və yenidən ayılıb dedi, cəmaat namaz qıldı mı? Biz dedik, xeyr ey Allahın elçisi, onlar səni gözləyirlər. O dedi, mənim üçün bir qab su hazırlayın. Ayşə deyir, biz yenə onun dediyini etdik və o həmin su ilə çimdi, sonra getmək istədikdə huşunu itirdi və yenidən ayılıb dedi, cəmaat namaz qıldı mı? Biz dedik, xeyr ey Allahın elçisi, onlar səni gözləyirlər. Buxari, Muslim. Hədisin davamında Əbu Bakrə xəbər göndərməsi və s. haqqında danışılır. Hədis nəyi göstərir? Babından bilinir ki, bu da müstəhəbdir. İnsan huşu gedəndə aydındır. Özünə gələndən sonra qusl alması müstəhəbdir. Gözəl əməldir. Xüsusən ona fayda verir. Dördüncü hal. Müşriki dəfn etdikdən sonra. Təfsilatı ilə başqa kitabda gəlir ki, hər hansı bir cənazəni yuyanda, istər müşrik, istər qeyri-müşrik, qusl almaq müstəhəbdir. Hər hansı bir cənazəni yuyanda. Məhz burada müəllif bu babı nə üçün gətirir? Sanki təkid edir ki, əgər müşrikün cənazəsini yuyanda qusl almaq müstəhəbdirsə, tahur olan müminin cənazəsində necə? Əlaqəsiz. Aydındır. Vacib olmamasının təkidini gətirir. Bu şəkildə ona görə məhz bu babı və bu hədisi gətirir. Müşrik burada Abu Talib idi. Ali ibn Əbi Talibin atası. Ali ibn Əbi Talib radiyallahu anhu Peyğəmbərin sallallahu aleyhi və səlləm yanına gəlib deyir, Əbu Talib öldü. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir, ged onu bastır. Mən onu bastırıb gəldikdə Peyğəmbər sallallahu aleyhi və səlləm mənə qusl almağa əmr etdi. Hədisin sənədi səhihdir. Albaninin Cənayz kitabı, Nəsai, Əbu Davud. Yəni insan əgər Allah eləməsin, valideyni müşrikdürsə, aydındır, başqa dinə mənsubdursa, mürtəddirsən, dindən çıxıbsa, həmin insanı bastırandan sonra gedib qusl alması müstəhəbdir. Yaxşı, qusl almasa nə olar? Heç nə olmur. Yenə də həmin müsəlman övladı onun tahurdur, namazlarını qıla bilər dəstəmaz alandan sonra, aydındır. Ancaq gələndə isə, müsəlmanın cənazəsinə gələndə isə gələcək babda, müsəlmanın cənazəsini yuyanda, qusl edəndə, qusl almaq müstəhəbdir. Qusl almaq müstəhəbdir. Səbəblərdən də biri, çünki məlumdur ki, meyit yuyulduğu zaman meyitdən bir çox şeylər ifraz olunur və ola bilsin ki, həmin ifraz olan şeylər insanın nəfsində nəsə ona iz buraxar, ilgənə bilər, aydındır və yaxud da ki, bulana bilər və bu səbəblə meyit yuyan insanın qusl alması müstəhəbdir. Əgər qusl almasa, aydındır, sadəcə olaraq dəstəmaz alsa, namaza girsə, deyirik ki, hər şey səhihdir. Çünki qusl pozan şeylərdən belə bir amil yoxdur ki, meyti yuyan qusl pozur. Davam edək. 5. 2 bayrama və Arafa gününə kitabın orijinal variantında Arafa günü qeyd edilir. Amma mənə elə gəlir ki, burada cümə günü qeyd olunmalıdır. Çünki qarşıda 9-cu bənddə Arafa günü qeyd edilir. Tərcüməsi qeyd edilir. Orijinalda Əl-İğtisal lil-İdeyni və Yevm Arafa. 2 bayram namazı üçün və Arafa üçün qusl. 2 bayram və Arafa gününə görə qusl almaq Beyhəqi, Şəfi'nin, Allah onlara rəhmət etsin, sənədi ilə Zazandan rəvayət edir ki, bir nəfər Əlidən radiyallahu anh qusl almaq barədə soruşur və Əli deyir, istəyirsən hər gün qusl et. Həmin adam deyir, xeyr, mən lazımlı qusl haqqında soruşuram. Əli radiyallahu anh deyir, onda cümə və Arafa günlərində, Qurban və Ramazan bayramlarında qusl et. Beyhəqi Sunənül Kubra. 6. Meyit yuduqdan sonra.
Belə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir, kim ölü yuyarsa, özü də yuyunsun. Hədis səhihdir, Səhih Sunan İbn Macə. Yaxşı, hədisin zahiri əmri göstərir. Mən qassələ meyyitən fəliyəqtəsil. Kim meyyit yuyarsa, qoy qusul alsın. Bizdə də əmr forması gələndə, feildə vücub, vacib olmasını göstərir. Ancaq o birisi kitaba baxanda Peyğəmbər sallallahu aleyhi ve sellem ondan həddindən artıq çoxlu yollarla bizə çatan hədislərdə bu əməlin müstəhəb olmasını bizə kitabın sahibi göstərəcək. Və beləliklə məlum olur ki, mütləq elm müəllimdən alınmalıdır ki, hətta sənə xata olan, problem olan məsələlərində və sənə çatmayan məsələlərində sənə yol göstərsin. Çünki bəzi insanlar var, bəzi tələbələr var ki, hədisi götürür və deyir ki, hədisin zahiri əmirdirsə və onu da götürüb bayraq kimi gedir və insanlara müstəhəb olan bir şeyi əmir kimi edir. Da bilmir ki, bu hədisin tamamlayıcısı var, başqa yollarla başqa cürə əmr edir. Misal üçün, eləsən daha yaxşıdır sözü kimi və beləliklə onu vacib hökmünə düşür və təfsilatı gələcək inşallah. 7. Həc və ya ümrə ehramına girəndə Zeyd ibn Sabit radiyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ehrama girmək üçün əynindəki tikili paltarları çıxartdı və kimdi? Hədis həsəndir, Əl-İrva, Tirmizi. 8. Məkkəyə daxil olmaq üçün qüsl almaq. Belə ki, İbn Umar radiyallahu anhumə hər dəfə Məkkəyə gələndə Zutuva adlı yerdə səhərə qədər gecələyər, sonra qalxıb qüsl alar, sonra gündüz vaxtı Məkkəyə daxil olardı. O, Peyğəmbərin sallallahu aleyhi və səlləm də belə etdiyini deyirdi. Buxari, Muslim, Əbu Davud, Tirmizi. Şübhəsiz ki, bu sünnətdir. Ümrə və həccə müvəffəq olan qardaşları nəzərə çatdıram ki, Mədinədə siz, necə ki, bizim həccilər həmişə Mədinəyə inir, Mədinə şəhəri bizim önümüzdə olur, əlhamdülillah. Mədinədə ikən, məlumdur ki, otellərdə siz qusl alarsınız. Və sonra Zülhileyfə deyilən miqat nöqtəsinə gedir. Oradan Ləbbeyk Allahümə umratan edib ümrəyə səfərə çıxırsınız. Və avtobusu birbaşa Məscid-i Haramın həyətinə gətirir. Hətta Kəbə məscidini görürsünüz minarələri ilə. Ancaq siz quslu Mədinədə aldınız. Dedik ki, bu müstəhəbdir, əlhamdülillah. Əgər sünnətə əməl eləmək istəyirsənsə, şübhəsiz ki, sən avtobus sahibini şəhərin qırağında dayandırıb cəmaatı gecələtdirə bilməzsən səhrada. Dedik, otelə gir, bir dənə də quslu al, sonra Kəbəyə gir, bu da sünnətdir. Aydındır, bir dənə də quslu oteldə, Məkkədə al, gir, bu da sünnətdir. Aydındır. 9. Arafa günü qusl almaq. Bunun dəlili az öncə Alidən radiyallahu anhu rəvayət olunan hədisdir. Ondan qusl haqqında soruşanda demişdir, Cümə və Arafa günlərində, Qurban və Ramazan bayramlarında qusl et. Beyhəqi Sunənül Kubra. Bundan sonra təyammüm babı gəlir, ancaq təyammüm babına biz girməyəcək. Yenə də xatırladıram, əziz qardaşlar. Əlhamdülillah, əvvəlcə müxtəsəri götürdük. Şeyx Abdülazim Bədəvinin kitabı ilə, əlhamdülillah, fiqhdə qavramaqda problemi olanlar müxtəsəri qulaq alsın, kifayətləndirsin. Daha geniş məlumat almaq üçün bizim dərsimizin babını başqa kitablardan açıqlama, şərh eləyəndə dinləsin və gələn dərslər inşallah 2 həftə müddətində dalbadal ancaq qusl əhkamları haqqında bütün təfsilatı ilə və bütün ən mühüm olan, məşhur olan məsələləri gətirəcəyik. Allah işti faydalardan etsin. Və sallallahu aleyhi və səlləm Muhammedin və alə alihi və səhbə ecmaîn.